Polşa ordusunun 2-ci Dünya müharibəsində döyüşən bir əskəri, Kapral Wojciech. Maraqlısı o idi ki, o insan değildi, o bir ayı idi. Bu cizgi filmi değil, real hekayədir. 1942-ci ildə İranda bir qrup Polşa əskəri anasını itirmiş kiçik bir Suriya qonur ayı balasını tapdı. Onlar ayını övladlığa götürdülər, ona Wojciech adını verdilər. Wojciech əskərlərlə böyüdü, onlarla yemək yeyir, pivə içir, hətta siqaret də çeynəyirdi. Amma udmurdu. Ordu İtaliyaya getməli olanda gəmiyə heyvan götürmək qadağan idi. Bəs əskərlər nə etdi? Onlar Wojciechi rəsmi olaraq Polşa ordusuna əskər yazdırdılar. O, şəxsi nömrə, rütbə və maaş kitabçası aldı. Wojciech təkcə talisman değildi. İtaliyadakı qanlı Monte Cassino döyüşü zamanı o əskərlərin ağır mərmi qutularını daşıdığını gördü və onlara kömək etməyə başladı. O, heç bir qutunu yerə salmadan ağır artilleriya mərmilərini yük maşınlarından döyüş mövqelərinə daşıyırdı. Xidmətinə görə o, kapral rütbəsinə yüksəldi. Müharibədən sonra Wojciech Edinburgh zooparkında təqaüdə çıxdı. Keçmiş silah yoldaşları onu ziyarət edəndə hələ də ona siqaret atırdılar. Dostlar, əgər videonu bəyəndinizsə kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.